Salamlar dostlar, yepyeni bir videoma xoş gəldiniz. Bu videoda başlıqdan da anladığınız kimi öz IQ-mu yoxlamağa çalışacağım. Əvvəlcə gəlin görək IQ nədir? Son zamanlarda bir çox insanın dilinə düşüb IQ. Hətta mənim də dilimə düşüb, yəni. IQ özü zəka deməkdir. Yəni IQ testi zəka testi deməkdir. Bu günlərdə IQ testləri vasitəsilə öz IQ-mu yoxlamağa çalışacağım. Videoya keçməzdən əvvəl bir şeyi də sizlərin nəzərinə çatdırım ki, videonun sonunda maraqlı bir sual verəcəm. Nəysə, vaxt itirmədən istəyirsə keçək videomuza. Bəli dostlar, istəyirsə indi başlayaq öz IQ-mu yoxlamağa. Əvvəlcə onu da deyim ki, bunu oyunu bitirdikdən sonra keçəcəm. Yəni YouTube-da da bildiyiniz kimi onlarca, daha doğrusu yəni yüzlərcə video var YouTube-da da IQ-yu yoxlamağa aid. Mən də girib onlardan birində də öz IQ-mu yoxlayacağım. İndi istəyirsə başlayaq oyunumuzu oynamağa. Demək, burada baxın, mən easy var, medium var və difficult var. Mən asanlığını seçdim. Birincidə 10-da 10 elədim. İkincidə, yəni bu videonu çəkməzdən əvvəl 10-da 3 elədim. Yəni buna at elədim. Yəni şəklə çox vaxt ayırmağı xoşlamıram. Test 15-i istəyirsə başlayaq eləməyə. Easy'dir bunlar. Demək, bərabər 2, bir dəqiqə. Bu nə demək istəyir? Hələ asan mıydı da bu indi? Bir dəqiqə. 4 bərabər. Hə, ikisinin cəmi 4. Demək, 4 bucaqların cəmi 4-dür. Dairələrin cəmi 2-dir. Dairələrin cəmi ikisi də biri 1-dir. 4 bucağın da biri 2-dir. Demək, dairə 1-dir, 4 bucaq 2-dir. Düz, əla. Dairələr 14-dür. Demək, dairənin biri 7-dir. Dairənin biri 7 olanda 4 bucaq olacaq 9. Dairə 7, 4 bucaq 9. Demək, dairənin biri burada 3-dür. Dairənin biri 3 olanda 4 bucağın biri 1 olacaq. 4 bucağın biri 1-dirsə, 3 bucaq, demək, 2, 5, 3 bucaq 5-dir. 3 bucaq 5-dir. Dairə 3-dür. 3 bucaq 5, dairə 3-dür. 4 bucaq 1-dir. C variantı. Hələ ki, səhvsiz gedirik. Demək, 4 bucaqla necədir burada? Demək, 2 dairə, 1 4 bucaq. 2, 4, 3 olanda 7. 2 dairə 1 4 bucaq 8-dir. 2 dairə 1 4 bucaq 8-dir. Yəni bir dəqiqə məntiqlə fikirləşək. 2 dairə 4 Hə, deməli 4 bucaq 2-dir. Dairələr 3-dür. Dairə 3-dür, 4 bucaq 2-dir. 4 bucaq 2 olanda 3 bucağın biri 3 bucaq 1-dir. Dairə 3-dür, 4 bucaq 2-dir. Dairə 3-dür, 4 bucaq 2-dir, 3 bucaq 1-dir. A, düzdür, yes. Demək, burada 2 dairə 1 3 bucaq 10-dur. 2 dairə 1 3 bucaq 10-dur. 3 çisək 3 bucağa 3 çisək 1 1 1. Demək, dairə 3-dür. 4 bucaq 1-dir. 3 bucaq dairə 3 4 bucaq 1. D variantı. 3 bucaq da 4. Əla. Bunu tapdıq. Demək, 2 4 bucaq 1 3 bucaq. Deməli 5 desəm. Deməli 2 3 1 1 olsa 1. Demək, 4 bucaq 3-dür, 3 bucaq 1-dir. 4 bucaq 3-dür, 3 bucaq 1-dirsə, dairə 6-dır. Dairə 6 4 bucaq 3 3 bucaq 1. B. Düzdür, əla. Dairə 3 bucaq 3 bucaq. 3 bucağın biri 5 olub 1 dairə 1 olsa 1'i. 3 bucaq 4 olsa 8, 3 olacaq. 3 olanda onlar da 3 olacaq. Yəni eyni məncə ola bilməz. Dairəyə deyək ki 6-dır. 3 bucaqlar eyni olmalıdır. Yəni 5 olsa 6 olur. 3 4 olur. C'dir. Ayda, ilk səhvimi elədim, yəni səhvsiz gedirdim. Nəysə, dairələr, dairə 2 dairə, dairə biri 5 olsa, 3 bucaq 1 olsa, 5 olsa, 3 olsa, dairə 3-dür, 3 3 6, 3 bucaq 5-dir. Dairə 3-dür, 3 bucaq 5-dir, 4 bucaq 7-dir, 4 bucaq 7, dairə 3, dairə 3-dür, 4 bucaq 7-dir. Dairə 3-dür, 4 bucaq 7-dirsə D-dir. Qəşəng. Demək, dairə 3 bucaq dairə. 2 2 4 4 2 2 4 4 IQ ayda baba. Bir an gedəndən sonra adamın beyni necə ağrıyır. Bəlkə də izləməyə asandır. Əslində yəni oyunda deyil, amma izləyənə asandırsa demək o
IQ-su yaxşıdır. Çətin deyib anlamıram. Anlayıram, birincidə rahat gedirdi, sonradan çətinləşir. Dairəyə 2 desək, 2, 2, 4, 3 bucaq 4-dür. 3 bucaq 4-dür. 3 bucaq 4-dürsə, matematiksizdir də bu. Matematiksiz deyil, bətdən yerinə qoymaqla. Bir dəqiqə. Demək, dairə 2, 2, 2, 2, 2, bir dəqiqə. 2, 1, B-dir. Yes! Tapdım. Sonra bu sual. 15, deməli, bir dəqiqə. Dairə 3-dür, 4 bucaq 5-dir, 3 bucaq 1-dir, ulduz 7-dir. Yəni dostlar, video çox uzun olmağını istəmirəm. Ona görə mediumdan difficulty çox eləməyəcəm. Yəni easy'dən 10 sualdan 9-unu tapdım. Məncə yaxşı nəticədir. Yəni yaxşı deyil, belə də normal nəticədir də. Hər sayı kendinden önceki sayının toplamıdır. Doğru cevap 34. Bəli, düzdür dostlar. Bəli, İlkin Feyziyev, sizsiz. Bildiyimə görə 17 noyabr tarixində YouTube-a video çəkərək öz IQ testinizi yoxlamışsınız, düzdürmü? Həmin videoya əsasən siz oyunda olan 10 sualdan 9-unu, digər 4 sualdan, yəni YouTube-dakı 4 sualdan isə 3-ünü taparaq ümumi 14 sualdan 12-sini tapan bir şəxs olmuşsunuz. Və bunu video çəkərək göstərmişsiniz, amma siz bunu bilmirdiniz. Bu video sayəsində siz ilim adamı seçilmişsiniz. Bəli dostlar, bu günlərdə sizlərlə birlikdə öz IQ-mu yoxlamağa çalışdım. Ümid edirəm ki, videomu bəyənmişsiniz. Videomu bəyəndiyseniz videoya like atmağı və kanalıma abunə olmağı unutmayın. Dəstək olan hər kəsə sonsuz təşəkkürlər. Siz də çalışın arada belə bir testlər edərək beyninizi inkişaf etdirməyə çalışasınız. Hə, bir də indi hal-hazırda həmin sualı qoyuram. Yəni lato daşları ilə bağlıdır. 90 dənə daşdır. Orada 2 dənə daşın yeri səhv düşüb. Onu tapanlar, yəni həmin daşları tapanlar altda yorumlar qismində yazsınlar və əlavə yanında öz Instagram səhifələri varsa onu da yazsınlar. Dediyim kimi, nə Instagramı, nə də YouTube-u olmayan insan oraya yazmasın. Çünki bilsə də yəni yazmasın da, digərlərinə mane olmasın, belə deyək. Nəysə, indidən hər birinizə uğurlar. Sağ olun, salamat qalın.